deyirlər ki, rəqqaçka mahnıları çox istəyirlər. İnan ki, yeganə müğənniyəm, bir toylarımı az paylaşan müğənni mənəm. Heç vaxt bu sözü deməmişəm, amma indi deyəcəm, çünki gördüm demək lazımdır. Mən elə bir toylara gedirəm ki, heç onu mən paylaşmıram. Orada çəkilişinə icazə vermirlər. Bu yaxından elə bir yerdə toydaydım. Elə sənət istədilər mənə, əsl sənət. And olsun, miqdarını istədilər, axırda mən elə bir konfet göndərdilər. Miqdarını demək. Yəni, tez-tez mən belə toylarda olaraq paylaşmağa da icazə olmadığı üçün mən paylaşmıram. Bəzi müəyyən toylar var, rayon toyları, belə deyək, qurban olaraq paylaşıram. Hərdən orada xoşuma gələn ifalarım olur, onu paylaşıram. Amma elə toylar var ki, yəni burada atılıb düşmür, çoxsu, atılıb düşmür toylar. Yox, reklama gelirik. Reklama gelirik. İndi də dəv alıb, mən bütün afşarları buradan salamlayıram. Bir ara Şəmkirdə Şiştəpə toyları dəv idi. İndi də var. Hamı çıxırdı burada Şiştəpəyə salamlayır. İndi kim çıxır mənim efirimə? Burada afşarlar, çünki orada yapı toylar var. Allah hamını ruhsuz versin, salamlayıram afşarları. Hamı çıxır onlara salamlayır. İnşallah biraz özümə gəlim, mən də bunlarla bir yerdə gedəcəyim. Afşara